Gəlin vaxt itirmədən məlumat bazalarınızı necə qırılmaz və etibarlı edə biləcəyinizə dərindən nəzər salaq. Təsəvvür edin ki, sisteminizdə çox fəal, daimi bir müştəriniz var və o, bugünə qədər onlarla sifariş edib. Amma bir gün kimsə, bəlkə də bir sistem administratoru, təsadüfən həmin müştərinin profilini verilənlər bazasından silir. Bəzi sifarişlərə nə olur? Heç nə, onlar sadəcə orada qalır. Lakin artıq heç kimə aid deyillər. Bax bu, relyasiyalı məlumat bazalarında xaosun və zədələnmiş məlumatların ən acı reallığıdır. Bütün o diqqətlə hazırladığınız hesabatlar, maliyyə hesablamaları bir anda özdəsiz fərqinə varmadan etibarsız hala düşə bilər. Məhz bu havada qalan məlumatlara biz orphaned records, yəni yetim qeydlər deyirik. Qısaca desək, orphaned records artıq mövcud olmayan bir parent primary key-yə istinad edən child məlumat qeydləridir. Əgər siz bu problemi göz ardı edib sisteminizi müdafiəsiz buraxsanız, bu xətalı məlumatlar çox səssizcə, sanki bir virus kimi sizin ən vacib sorğularınızı və kritik hesabatlarınızı məhv edəcək. Özü də siz bunu ancaq iş işdən keçdikdən sonra fərq edəcəksiniz. Bu isə hər birimiz üçün əsl fəlakətdir. Yaxşı, keçək birinci hissəyə. Made the foreign key, yəni relyasiyalı məlumatların qoruyucusu. Bəs biz bu xaosun qarşısını necə ala bilərik? Əslində, izolyasiya olunmuş cədvəllər arasında qırılmaz bir körpü yaradan çox zərif və məlumat bazasının özündə var olan bir həll yolu var. Foreign key. Bu qəhrəmanın tətbiq etdiyi əsas konsepsiya referential integrity adlanır. Qayda çox sadədir. Hər bir child cədvəlindəki qeydin parent cədvəlində mütləq və mütləq bir qarşılığı olmalıdır. Başqa sözlə, foreign key referential integrity'nin qapıçısı rolunu oynayar. Heç bir child record parent rekordu olmadan mövcud ola bilməz. Beləliklə, sistem məlumatlar arasındakı məntiqi əlaqəni sadəcə qırılmaz edir. Gəlin, nəzəriyyənin praktikada necə göründüyünə baxaq. Gözünüzün önündə tipik bir sales orders məlumat bazasının sxemini canlandırın. Əslində burada çox sadə bir məntiq işləyir. Customers cədvəlindəki Customer ID ilə Orders cədvəlindəki Customer ID arasında sanki görünməz bir ip var. Bu əlaqə sifarişin kim tərəfindən verildiyini hər zaman dəqiq müəyyən edir. Bu o deməkdir ki, kimsə məlumat bazasına kənardan səhv bir sifariş daxil etmək istəsə, sistem dərhal bunun qarşısını alacaq. Bilirsiniz, bəzən developerlər məlumat bütövlüyünü qorumaq üçün, tənbəllik edib və ya sadəcə öyrəşdikləri üçün yalnız tətbiq səviyyəsində, yəni app logic daxilində kod yazmağa üstünlük verirlər. Lakin mənbəmizin üstünə basa-basa vurğuladığı əsas dərs odur ki, yalnız proqramlaşdırma məntiqinə güvənmək inanılmaz dərəcədə risklidir. Məlumat bazası özü sizin tək və yeganə həqiqət mənbəyiniz olmalıdır. Tətbiqinizdəki kiçik bir bug məlumatı asanlıqla poza bilər, lakin məlumat bazası səviyyəsində qoyulmuş o sərt qaydanı heç bir proqram kodu aşa bilməz. İndi isə ikinci hissəyə keçirik. Enforcing Referential Integrity, yəni constraintlərin mexanikası. Gəlin görək, bunu necə tətbiq edirik. Bəs bu nəhəng qoruma mexanizmini layihəmizə necə daxil edirik? Əslində bu, çox qısa bir SQL sintaksis əlavəsindən ibarətdir. Constraintləri tətbiq etməyin iki əsas yolu var. Siz foreign key constraint-ni lap əvvəldən cədvəli create table əmri ilə yaradarkən birbaşa daxil edə bilərsiniz. Ya da cədvəl artıq mövcuddursa, alter table əmrindən istifadə edib bu constraint-i sonradan əlavə edə bilərsiniz. Nəticə etibarilə hər ikisi eyni işi görür, lakin sonradan əlavə etməyin çox ciddi riskləri var. Və bu bizi çox vacib bir məqama gətirir. Burada böyük bir xəbərdarlıq var. Təsəvvür edin, sisteminiz artıq aylardır, bəlkə də illərdir işləyir və məlumat bazanızın dərinliklərində artıq xeyli orphaned records gizlənib. Bu vəziyyətdə siz gəlib alter table edib constraint tətbiq etməyə çalışsanız, bilin ki, bu işləməyəcək. Məlumat bazası əməliyyatı ləğv edəcək və sizə xəta qaytaracaq. Çünki mövcud məlumatlar artıq sizin qoymaq istədiyiniz o referential integrity qaydasını çoxdan pozub. Məhz buna görə də ən sağlam yol bu constraintləri dizayn mərhələsində təyin etməkdir. Ən gözəl tərəfi nədir bilirsinizmi? Foreign keylərdən istifadə etməyin təkcə məlumatı qorumaqla bitməyən çox möhtəşəm gizli bonusları da var. Əgər siz constraintləri düzgün təyin etsəniz, qrafik alətlər, viewlar yaradarkən joinları sizin üçün avtomatik qura bilir. Bundan da əsası, məlumat bazasının optimizeri bu constraintləri dərhal tanıyır və sorğularınız üçün daha sürətli, yüksək performanslı execution planlar, yəni icra planları qurur.
Hətta Access kimi bəzi sistemlərdə foreign keylər üzərində avtomatik indekslər də yaranır. Yəni axtarış sürətiniz fantastik dərəcədə artır. Özdə bunların hamısı tamamilə pulsuzdur. Davam edirik 3-cü hissə ilə. The Power of Cascading. Məlumat bazasının avtomatik təmizlənməsi. İndi isə gələk mənim ən sevdiyim hissəyə, foreign keylərin sahib olduğu əsl super güclərə, yəni cascading xüsusiyyətlərinə. Təsəvvür edin ki, məlumat bazanız zibil qutusunu özü boşaldır. Bu sehirli əməllər belə işləyir. 10 update cascade pulu təyin etsəniz, parent cədvəlindəki primary key dəyişdiyi an, sistem bu dəyişikliyi avtomatik olaraq bütün əlaqəli child gate'lərinə kaskad edir. 10 delete cascade isə lap fantastikdir. Parent gate silindikdə ona bağlı olan bütün child gate'ləri dərhal sistemdən silinir. Nəticədə sizin tətbiqinizdə təmizləmə əməliyyatları üçün minlərlə sətir darıxdırıcı kod yazmanıza qətiyyən ehtiyac qalmır. Proses arxa planda necə gedir? Çox sadə. 3 qısa addımda. Birinci, istifadəçi və ya tətbiq tərəfindən parent qeydi yenilənir və ya silinir. İkinci, məlumat bazası mühərriki heç vaxt yatmır. O dərhal bu hərəkəti tutur və qurulmuş qaydanı xatırlayır. Və üçüncü, mühərrik kənardan heç bir kömək və ya əlavə əmr gözləmədən bütün uyğun child qeydlərində eyni əməliyyatı həyata keçirir. Saat kimi dəqiq, problemsiz və çox təmiz. Və nəhayət 4-cü hissə. Niyə məlumat bazası qalib gəlir? Constraints və triggers müqayisəsi. Bəzi təcrübəli developerlər indi yəqin ki düşünür, bütün bu dediklərinizi mən triggers yazaraq da çox rahat edə bilərəm, amma gəlin reallığa baxaq. Niyə daxili constraintlər triggersdən qat-qat üstündür? Declarative Referential Integrity, yəni qısaca DRI olaraq da bilinən foreign keylər hər zaman ən sürətlisidir. Çünki onlar birbaşa məlumat bazası mühərrikinin nüvəsində çalışır. Triggers isə sizin yazdığınız xüsusi kod olduğu üçün həmişə nisbətən yavaş işləyir. Ən yavaşı isə təbii ki AppLogic'dəki nəzarət mexanizmidir. Üstəlik, Optimizer sizin yazmadığınız o foreign key-yə asanlıqla analiz edib icra planı qurduğu halda triggersin içini ümumiyyətlə görə bilmir. Yəni, həm sürət, həm də effektivlik baxımından daxili constraintlər müzakirəsiz qalibdir. Mənbəmizdə fəlsəfəmizin nə olmalı olduğunu çox gözəl izah edən belə bir mükəmməl fikir var. Məlumatdakı biznes qaydalarını və əlaqələri qorumaq məlumat modelinin bir hissəsidir və bu məsuliyyət birbaşa məlumat bazasına aiddir. Həqiqətən də belədir. Məlumatı qoruma qaydalarını proqram kodunun içinə gömmək əvəzinə birbaşa məlumat bazasına versəniz, gələcəkdə həmin proyekt üzərində işləyən hər bir kəsin eyni həqiqətlə işlədiyinə 100% əmin olarsınız. Heç kim məlumatların strukturuna arxa qapıdan yan keçə bilməz. Sonda isə izahımızı sizin üçün düşündürücü bir sualla yekunlaşdırmaq istəyirəm. İndi özünüzə bu sualı verin. Sizin tətbiqiniz hal-hazırda arxa planda səssizcə xətalı məlumatları, o qorxunc orphaned recordsları gizlədirmi? Referential integrity həqiqətən tam qorunurmu?